Qəzəb çox təhlükəlidir, vallahi ki, çox təhlükəlidir. Birdən-birə yerə çırpan xislətli adamı. Bax, neçə dənə Qədir gecəsində namaz qıl, tövbə elə, dua elə, ibadət elə, münacat elə. İnandırım sizi, bəzən bir dənə qəzəb səbəb olur ki, hamısı od tutub yanır gedir. Bu dərəcədə pis xislətli, təhlükəli bir haldır. Bir qəzəblə hər şeyi puç eləmək imkanım var. O qədər insanlar ki, qəzəb vasitəsilə yerə çırpılır, şəhvətlə o qədər insanlar yerə çırpılmır. Təhlükəsi hamısından çoxdur. Şəhvət günaha səbəb olur, amma qəzəb həlakətə səbəb olur. Ola bilər insan istəkləri səbəbindən ata-anasını narazı eləyə özündən, ağ valideyn ola. Amma, vay o gündən ki, qəzəbini anasının atasının üstünə tökdü, bu artıq həlakətdir. Bu, ilk mərhələdə, məsələn, istəyinə görə atasının sözündən çıxıb ağ valideyn olub. Anasının sözündən çıxıb ağ valideyn olub. Həll eləmək yolu asandır. Vay o gündən ki, dayandı üzünə və qayıtdı. Qışqırdı üstünə. Uf da demiyon qəzəbə aiddir. Sözündən çıxmağa yox. Sözündən çıxmaq o da önəmli məsələdir. Vacib məsələdir. Valideynin sözündən uşaq çıxmasın gərək. Amma əsas məsələ uf da demiyon, yəni qəzəblənməyin. Sözündən çıxdınsa da üzünə qayıtmadın, tövbən tez qəbul olar. Tez düzələrsən. Tez islah olarsan. Amma qəzəbləndinsə asan deyil məsələ. Ə'da aduvvin lilmər qəzəbuhu və şəhvətu fəmən mələkəhuma aləd dərəcətuhu. Buyurur ki, ən qorxulu düşmən bir kişi üçün iki dənədir. Biri qəzəb, birinci qəzəbin adını çəkir, sonra şəhvət. Və kim bunlara malik olsa, o dərəcəsi uca olacaq, uca dərəcələrə gedib çatacaq. Malik olsa sözünə fikir verirsiniz, demirik ki, kimdə qəzəb olmasa, qəzəb və şəhvət var, necə olmasa. Onlara malik olmaq məsələsidir. Malik olmaq. Amma cəmaatı danışdırsan, cəmaat qəzəbi şəhvət kimi təhlükəli saymır. Halbuki ondan pisdir. Dilində əsəbidir də. Çox mühüm məsələdir. Bir adam qəzəblənirsə tez-tez o həyəcan təbili çalınmalıdır onun barəsində. Qəzəb səbəb olur, insan başqalarının haqqını daha çox zay eləsin. İnsanların ürəyini sındırsın, başqalarının haqqını tapdalasın. Uşaq tərbiyə eləyən valideynlərə tövsiyəm budur ki, uşaq evdə ata-ananın qəzəbli sifətini, qəzəbli səsini görməməlidir və görməməlidir. Gündə o oyla, bu oyla dalaşacaqsa, ona göz ağardacaq, bununla uşaq nə olacaq mən bilmirəm. Nə olacaq? Bu uşağın axırı necə olacaq bilmirəm. Allah lütf eləsin gərək ki, o necəsə, o qışqırıq, bağırıq, dava qırğın olan evdə, hamıya qəzəbli olan evdə nə böyüyəcək, hara gedib çıxacaq o uşaq, mən bilmirəm. Ən böyük zərbəni uşağa bu vurur. Kişi qəzəblidirsə evdə, həyat yoldaşı onun yanında necə yaşayır, mən bilmirəm. Nələrə dözür, mən bilmirəm. Şəhid də olsa bu kişi, şəhid də olsa, qəzəb səbəbindən ailəsini narahat edən kişi qəbr əzabını mütləq görəcək. Şəhid də olsa. Qadın da elə. Vay o gündən ana evdə əsəbi ola. Ana xüsusilə önəmli məsələdir bu məsələdə. O ailədə nə aramlıq olacaq, nə mühit olacaq. Qəzəbli adam sizcə imanını qoruya bilər ümumiyyətlə? Əl-qəzəbu yufsidul iman kəma yufsidil xəl əl-əsəl. Görmüsünüz, balı xarab eləmək çətindir. Balı günün altında saxla xarab olmur, istidə saxla xarab olmur, soyuqda. Bal xarab olan bir şey deyil, amma sirkə balı xarab eləyir. Balın içinə sirkəni tök içinə. Buyurur ki, sirkə balı xarab elədiyi kimi qəzəb imanı xarab eləyir. Mən yadımdadır, bir dəfə qəzəb barədə ətraflı danışmışam. Oturub incələsən, çox şeylər deyir, çıxır, üzr istəyirəm qəzəbin altından. Bilirsən, nə eybəcər, iyrənc xislətlər var ki, səni qəzəbləndirir. Onları təhlil eləsən, adam iyrənir ki, bax bu qəzəbi, sən zahirini görürsən, nə biri əsəbləşib, onu oturub araşdıranda bilirsən, nə üfunətli, mənfi xislətlər qəzəbin altından baş qaldırıb çıxır. Qiyamət günü bir görsən, yaparım bunu Fironun yanına, Fironla məşhur olsun bu. Mən bir dənə də adam öldürməmişəm, mən elə bir hərdən evdə ailəmin üstünə qışqırırdım. Allah deyir ki, gücün ona çatırdı, ona qışqırırdı. İmkanın yox idi. Biraz meydan versəydin, olacaqdın Firon.
Sən də elə ondan eyni adamsan. Bütün firon xislətli adamlara meydan verilsə, yer üzündə adam qalmaz. Vacib deyil ki, ailədə sən 5 nəfərə gücün çatırdı, onları gözüm çıxdıya salmışdın, onun da bir ölkəyə gücü çatırdı, insanlara o zülümləri eləyirdi. O insanlarla məşhur olar bu qəzəbli adamlar. Qəzəb rəhimsizlik əlamətidir. Mənfi xislətlərin səbəbidir. Daha doğrusu təzahürüdür. Və bunu da qeyd edeyim ki, bir daha deyim ki, anaların rolu atalardan daha çoxdur övladların qəzəbli, əsəbi olmasında. Ana bütün günü qəzəblənirsə, uşağın vücuduna hopacaq və qəzəb çətin olacaq onu çıxartmaq. Bunu hədisi danışmışam. İmam Səccad əleyhissalam öz qulamını çağırır, bir dəfə, iki dəfə, üç dəfə çağırır, cavab vermir. Durur, gəlir qapıya, görür, oturub qapının ağzında nəsə özü üçün nəsə bir işlə məşğul. İmam soruşur ki, sən eşidirdin, mən səni çağırırdın, deyib, qəribə adamlar var oradan. Eşidirdin, çağırırdın, deyib, hələ eşidirdim. Deyib, niyə cavab vermirsən, neçə dəfə səni çağırıram? Deyir, heç nə, cavab vermirəm, bilirəm ki, onsuz da mənə heç nə eləməyəcəksən ki. Arxayınam səndən. Biz olsaq nə deyərik? Deyərik, sən nə həyatsız adamsan, nə? Biz necə deyərik? İmam gedir, şükür səcdəsi eləyir. Allaha deyir, ilahi şükür sənə ki, Əli ibn Hüseyn məni elə bir şəxs qərar vermirsən ki, ətrafdakıları, əlinin altındakılar, yəni ondan çəkinmir, qorxmur. Şükür səcdəsi yerinə yetirir və deyir, sən azadsan Allah yolunda. İmam Səccad hər bir fəzilətini rahat qəbul edən adam deyildi. Deyirlər, sən nə qədər maşallah ibadət edirsən, deyirdi, mən nə böyük iş görürəm. Əli əleyhissalam məndən də çox ibadət edirdi. İbadəti ki, Zeynul Abidin ibadət edənlərin zinətidir. Bu fəzilətləri rahat qəbul eləmirdi. Ona deyirdilər, deyirdi, məndə bir fəzilət yoxdur. Amma bunu fəzilət olaraq, neymət olaraq qəbul eləyir. Ki, əslində o qulu da azad eləməklə elə onu yaxşı, mədəni şəkildə cəzalandırır. Böyüklərin cəzası belə olur da. Bir adam ki, İmam Səccadın evindən çıxıb gedəcək, elə o ən böyük, qul olub nə, adı qul idi. O vaxt quldarlıq idi, sadəcə adı qul idi. Onlar qul olub nə edirdilər? Onlar Əhl-i Beyt mərifətini o evdə öyrənirdilər. Onu elə özünə layiq şəkildə də əslində cəzalandırır. Ona mükafat deyildi. Vay o gündən ki, bir adam əsəbi ola, cəmaat ondan qorxa deyə sözü necə deyim ki, bu əsəbiləşməsin. İndi o, necə deyim, iynəsi ilə məni sancacaq mütləq. Dili iynədir, adam var. Mütləq. Necəsə məni intiqam alacaq məndən. Bir dənə şey dediyim sözümü yavaş-yavaş yekunlaşdırırım, sözümü bitirim. 3 cilvəsi var qəzəbin. 3 cilvəsi var. Bəziləri var, qəzəb halında söyür, qışqırır, bağırır, qəzəbini tökür kiminsə üstünə. Bu pis bir şeydir. Şübhəsiz pis bir şeydir. Bəziləri var, belə eləmir. Qəzəb vaxtı heç nə demir, amma küsür, incir. Və bütün cəmaatın həyatını zəhrimara çevirir. Mən bilmirəm bu insanlar necə yaşayır və adamlar var, bütün günü küsüb hamıdan. Ondan küsür, bir növbə keçir, bundan küsür, bundan küsür. Nə qədər dostları var, hamısından küsür, barışır, küsür, barışır. Bu qəzəbin başqa ifadə formasıdır. İçinə salır, bəzən qışqırsaydı ondan yaxşıydı. Xanımdır ki, ərinə itaət edir. Deyir ki, filan yerə getmə, deyir, yaxşı. Ondan sonra bir ay elə üz göstərir ona ki, getsəydi ondan yaxşı. Bir ay bunu da danışdırmayacaqsınız. Bu da elə həmin şeydir. Çox küsən adamlar var, o qəzəbin təzahürüdür. Bəziləri qəzəbi qışqırmaqla ifadə edir, bəziləri küsməklə, küsür, ayla, illə küskün gəzir. Bu elə bilir ki, məsələn, özündən də bir məzlum düzəldir ki, hamı mənə zülm edir. Başa düşmədim, səni Allah seçib ki, hamı sənə zülm eləsin. Bu nə məntiqdir ümumiyyətlə? Küsməyə bəhanə axtarsaq, hərəsində 100 dənə bəhanə axtarıb tapar. Qəzəbin ifadə formasıdır küsmək. O da ciddi zərbə vurur insana. Bəziləri də var, daha namərddirlər. Qəzəblənir birinin əlindən, bir üzə vermir və küsmür də. Amma kini salır ürəyinə, deyir, bir gün fürsət olar, intiqamını alaram. Sən də deyirsən, maşallah, deyəsən narahat olmadı. Sən demə, bu plan qurur ki, bir gün gələr,
zərbə vuraram, saxlayır düyün kimi ürəyində, bir dənə həssas məqamda əlinə fürsət düşdü, elə ifadə edir ki, yerində qışqırsaydı ondan yaxşıydı. Bu nəfsin hilələri də hamısı. Adam var, qəzəblənmir, keçir, güya bağışlayır. Bağışlamaq odur ki, unudasan, çıxsın, geçsin. Bağışlamaq o deyil ki, yığasan içində, bir gün partladasan, yaxud da fürsət güdüb onu başqa yerdən vurasan. Bir dənə atmaca atasan elə bir yerdə, elə pərt eləyəsən onu ki, yerində qışqırıb cavabını versəydin ondan yaxşı. İnsan belə mürəkkəb bir varlıqdır. İnsan gərək qəzəbi içində əritsin. Bəziləri məsləhət görür, hətta bəzi psixoloqlara deyir ki, qəzəbləndin, qışqır, söyüş. Eşitmişsiniz belə, çəkili bir yerə qışqır, qəzəbi çıxart. Yaxud da ürəyində deyir, saxlama, söz dedilər, iç suya niyə salırsan, cavabını ver, geçsin. Düzdür, ilkin mərhələdə qışqırmaq səni sakitləşdirir. Sən elə bilirsən ki, qəzəbimi tökdüm, sakitləşdim. Amma hopdurur ruha qəzəbi, hopdurur, möhkəmləndirir və növbəti dəfə daha çox əsəbləşirsən. Küsürsən, kin ürəyvə salırsan, elə hey danışır, mənə qarşı haqsızlıq, mənə qarşı mən, ay bala, sən nə qədər mühüm adamsan ümumiyyətlə. Sən başqa işin gücün yoxdur. Nə qədər mən deyirsən, mənə orada belə deyil. Bir dəfə özü araşdır ki, mənə, nə olub sənə? Məni elə deyirsən, elə bil ki, nə qədər mühüm məsələdir sən. Deyiblər, hər bir insanın bir səhvi var. Keç üstündən, dinən ki, inşallah elə demədi. Dedi, əsəbləşdi, dedi. Üstündən get, həyatı yaşa. Bu nədir? İlişib qalmısan, hey danışdıranda da mənə onda belə oldu. Mən bəzi insanlar görürəm ki, arxiv yığıb saxlayıblar. Kiminlə münasibəti var, bir dənə şəxsi işi var onun zehnində ki, onda o mənə belə dedi, bunda belə dedi. Ömrünü bərbad eləyir, puç eləyir belə şeylərin. Heç bir yerə də gelib çata bilmir. Qəzəbi əridəsən içində, nə içində töküb saxlayasan, nə də ifadə eləyəsən, əridəsən, çıxsın, geçsin. Və bilirsiniz, təhlükəli tərəfi nədir? Diqqətlə qəzəbi araşdırın. Əslində qəzəb Allaha qarşıdır. Bilirsən necədir? Biri sənə bir iş görür, sənin xoşuna gəlməyən iş. Düzdür, o səhv eləyib, xəta eləyib. Onun səhvini bağışlayıb keçsin heç. Diyanson üzərində əslində, dəqiq araşdırsın. Allaha dediyin sözü ona deyirsən, o düşüb əlbə. Çünki Allah da imtihan eləyən, səni imtihan elədi ki, ürəyin istəyən bir şey baş vermədi, ya ürəyin istəməyən bir şey baş verdi. Sən ki, gücün Allaha çatmır, ürəyində Allaha olan sözü buna tökürsən. Sənin davon bilsən, nədir, istədiyim niyə olmadı, ya niyə mənim istəmədiyim iş başıma gəldi. İndi biri gəlib maşını vurub, bilmədən, xəta eləyib, bilərəkdən necədir, düşəsən, deyəsən oldu, həll eləyib. Dalaşmaq budur ki, mən hadisəyə etiraz eləyirəm, o hadisənin arxasında Allah dayanıb. Bilirsiniz nə qədər incə məqamdır. Qəzəb Allaha qarşı üsyandır, Allahın təqdirinə qarşı üsyandır. Allahın özü ilə dava eləməkdir. Və bu davam eləyəcək. Təcrübə eləyin. Deyin ki, məsələn, bəzi adam deyir, 4 dənə məsələdə mən qəzəblənirdim, onu həll elədim, məsələn. Allah deyəcək, bu da 5-incisi, xəbərin yox idi. Bu mövzuda da sən demə, var imiş. 5-ini həll elədim, bu mövzularda da mən qəzəblənmirəm, 6-cı mövzu çıxacaq. Canından gərək çıxardasan bunu. Hədisdə var, elə bir müdür yoxdur ki, işçisi onu narahat eləməz. Elə bir müdür yoxdur, ya bilərəkdən, ya bilməyərəkdən işçi onu narahat eləyəcək. İmam Baqir əleyhissalam buyurur ki, mənim işçilərim məni narahat eləyir və mən bu narahatçılıq vasitəsilə Allaha tərəf gedirəm. Allaha tərəf getməyə gəlmisən. İlişib bu adamların söz söhbətində qalmağa yox. Allaha tərəf getməyə, hədəf böyüdür, xırda işlərlə başını qatma. Hədəf böyüdür, məqsəd böyüdür. Allahın sünnətidir bu. Adam var, müxtəlif o qədər böyük mövzudur ki, adam bilmir hansından danışsın. Bir hadisə baş verən kimi təqsirkar axtarır. Yolla gedir, divara çırpır maşını. Oturur, darıxmayın, birini tapacaq günahkar. Mütləq tapacaq. Oturur belə deyir, bax o evdən çıxanda yoldaşım mənə filan şey deməsəydi, bu belə olmazdı. O filan kəs məni bax orada əsəbləşdirməsəydi filan, bu necə olacaq bu insanın axırı? Səbəb olanda heç, onun yerindəcə cəzalandırır. Səbəb olmayanda göz qabanda səbəb axtarır. Bir dənə günahkar tapır ki, bax buna görə oldu. Həmişə filan, bəzilərdə lab avamlı deyir, filan kəs qabağıma çıxdı, qonşu.
O həmişə qabağıma çıxanda belə olur. Yazıq indi hər vaxt işinə gedirsə, hər bununla üz-üzə çıxır. O çıxanda qabağıma belə olur. Ma min abdin kəzmə qeyzən illa zadəllah əzzə və cəl izzən fid dünya vəl-axirə. Deyir, bir kişi qəzəbini boğarsa, əgər Allah onu dünyada və axirətdə izzətli eləyir, qəzəbini boğan adamlar hörmətlidir. Qəzəbli adamlar hörmətdən düşür. Heç nə, hörmət aradan gedir. Vəl-kaziminəl qeyz, Quran buyurur, vəl-afinə anin-nas, İnnəllaha yuhibbul muhsinin. Qəzəbini boğanlar, insanları bağışlayanlar, Allah yaxşı əməl edənləri sevir. Yəni sevgi mərhələsinə çatır. Bir dənə avara adamdır, yoldan keçir, sənə söz atır. Ya nə bilim səni əsəbləşdirir, sən qəzəbi udursan, Allahın oradan səsini eşitmirsən ki, deyir, bəh, əzizim, mənim bəndəm, mən səni çox istədim bu əməl və görə. Və axırıncı pis xislət də budur ki, dinin ayağına yazır öz şəxsi qəzəbini. Bu ən namərd hərəkətdir. Allah bizi bu namərdlikdən qorusun. Ən namərd hərəkət budur. Atadır, oğluna deyir ki, məsələn deyir, mən dava eləyir, görmüşəm belə, mən deyirəm, namaz qılmır. Əslində, mən deyirəmdir davası, namaz qıl, o ikinci məsələdir. Dava mən deyirəm, mənin davasıdır. Birinin biri ilə yenə də deyirəm, davası var, birindən ürəyində kim var? Vay o gündən o adam dinə zid bir dənə hərəkət elədi. Bu o davası var içində, yadında saxlayıb. Onu tökmək üçün deyir, buna bax, Allaha qarşı gedir filan, bunun əxlaqına bax, filan yerdə söyüş söydü. Filan. Bunun neçə ildə o kin qalıb, Allah deyir, ay namərd, dava eləyirsən, dava elə, mənim adıma niyə yazırsan? Öz davavı din adı ilə niyə aparırsan? Əxlaq adı ilə niyə aparırsan? Sən bütün dinin qaydaları pozanlara belə əsəbləşirsən, yoxsa bundan sənin qərəzin var, nə oldu sən? O qədər adam dini qaydanı pozur, heç vecvə deyir sənə, nə oldu burada bir dənə sənin din damarını tutdu, sən əsəbləşdin ki, bu filan elədi. İnsan ruhu çox incədir, insan çalışmalıdır ki, özünü təftiş eləsin, araşdırsın və qəzəbdən amanda qalsın, qəzəbdən qurtulsun. Qəzəb insanın bütün mənəviyyatını körləyir, xarab eləyir, viran qoyur, qəlb sındırır, ürək sındırır, qeybətə vadar eləyir. Nə bilim mən, nə qədər desən mənfi xislətlər qəzəblə əlaqəlidir ki, insan bu xislətlə mübarizə aparmalıdır. Sözümü bitirirəm.